Noyabr ayının 19-u səhər saat 10-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi və Səbail rayonlarının bəzi ərazilərinin qaz təsisatı müvəqqəti dayandırılacaq. Doğru xəbər Azərbaycan bildirir ki, bu barədə Azərqaz məlumat yayıb. Qeyd olunub ki, Binəqədi rayon üzrə DSK yolunun Binəqədi qəsəbəsi 5056-68 məhəllənin, Biləcəri qəsəbəsi Aslanov, Zeynallı, Məmmədov, Xaqani, Hüseynzadə, Ordubadi, Yaqubov, Füzuli, İmanov və Kərimov küçələrinin, Səbail rayon üzrə isə Badamdar qəsəbəsi, Lomonosov, Çernyakov, Əliyev, Dağlıq, Əliyev, Bürsəlov, İsmailov küçələrinin və ikinci yaşayış masivinin qaz təsisatında müvəqqəti fasilə olacaq. Yaranacaq müvəqqəti fasiləyə görə Azərqaz İstehsalat Birliyinin rəhbərliyi həmin ərazilərin abonentlərindən üzr istəyir.